Salam mənim əzizlərim, yeni vloguma xoş gəlmisiniz. Çalışdığım qədər istəyirəm tez-tez vloglarımı paylaşım. Bugün sizi özümlə Qubaya aparıram. Yoldaşımla ikimiz gedirik və dostlarımız. Bir də yolun gözəlliyinə baxın, asfaltla səma elə qovuşublar ki, sanki indi buludlara uçacaq. Uzun yolu getməyi o qədər sevirəm ki, amma düzdür, əsas komfortdur. Mən o şeydən əl eləsin, radardan çəkəcəklər. Bu aralar ən sevdiyim içki sarı qız olub, qarpızlı çiyələli, çox xoşum gəlir. Ümumiyyətlə energetikləri içməyə və adi soklar içməyə sevmirəm, amma sarı qız bir başqa aləmdir. Özüm sarı qız, içdiyim də sarı qız. Yolda da biraz oğurluq etdik, Yasəmən güllərini biraz oğurladıq. Amma biz heç bu Yasəmənləri görmürdük. Orxan dostumuz gördü və yoldaşı üçün dərdi, mənim də yoldaşım mənim üçün dərdi. Ekstremal bir vəziyyətdə bizə gül dərdilər. Yəsi də həyətlərində idi. Səsə istədi çölə çıxsın. Yəqin yazıq elə bildi ki, ağacı qopardıb aparırıq. Bu arada ağacdan danışmışkən artıq ikinci ildir ki, Yasəmən ağacını həyətimizdə əkmək istəyirəm. Keçən il mənim yadıma düşəndə evdən çölə çıxa bilmirdim. Ağaclar satılan yerdən keçəndə də unudurdum. Bu illərdə neçə dəfələrlə getmişəm həmən yerə. Hər dəfə də deyirlər ki, sizdən qabaq alıblar və qutarıb. Neyse, qismət olmur bu Yasəmən ağac mənə. Və gəlib çıxdıq Qubada yerləşən yeni bir restorana. Dostumuzu bura açılışa dəvət ediblər. Biz də qabaqcadan danışmışdıq Qubaya getməyimizi. Dedik gedək açılışa, ondan sonra gedək gəzək. Və gəldik, oturduq, bizi çaya qonaq etdilər və iki xanımla tanış olduq. Havadan sudan danışdıq və dedik ki, gedək biraz ərazini gəzək. Çox gözəl bir yerlərdir, amma əl gəzdirmək lazımdır. Neysə, amma nədən danışmaq istəyirəm. Kadro düşürük. Çox danışma. Mənə baxma, ay Allah. Blogerə bax, buna bax. Bax, bloger. Yaristlər atar məni, o bilər, mən bilərəm. Baxaq. Əvvəllər hara gedirdiksə, istər yaxın yol olsun, istər uzaq yol, həmişə uşaqlarımızı da özümüzlə aparırdıq. Uşaqlı ailələr də bilirlər ki, əsas da uzaq yolu uşaqla getmək nə deməkdir də. Bir dəqiqənin içində acır, susduyur, tualetə istəyir, hələ balacadırsa yolda saxlayıb pampersini də dəyişirsən, istidir ağlayır, soyuqdur ağlayır. Hələ də ki, bunun bacısı, qardaşı da varsa maşında, onda ümumiyyətlə qırğın olur. Yəni bacısıya, qardaşı kiməsə baxdısa, hələ onun üstünə də qırğın gedir ki, o mənə niyə baxdı? Yəni ailəvi getsək də, ər-arvadın orada bir-birinə vaxt ayırmağından heç söhbət də belə getmir. Orada bütün fokus uşaqlarda olur ki, onların istəkləri yerinə yetsin. Qaynanam bizə köçəndən sonra uşaqları rahat şəkildə qaynanamla qoyub harasa çıxa bilirik. Sağ olsun qaynanamla qaynatam, onlar da uşaqlara baxırlar. Artıq uşaqlar da böyüyüblər, özləri sərbəst şəkildə evdə qala bilirlər. Biz isə yoldaşımla harasa gedə bilirik. Və nə demək istəyirəm? Əvvəllər uşaqsız harasa gedəndə özümü o qədər qınayırdım ki, yəni mən necə bir anayam. Uşaqlarımı gəzməyə aparmamışam. Onlar bunu mənə heç vaxt bağışlamayacaqlar və həqiqətən də çox pis olurdum. Amma gələn səfər onlarla yenidə harasa gedəndə bu qırğınları görüb deyirəm ki, yox, biraz mənim də dinlənməyəmə ehtiyacım var. İndi cavan yaşımızda özümüzə vaxt ayırmasaq, qoca yaşında da özümüzə inan ki, vaxt ayırmayacaq və yenə də nəvələrə baxacaq. Bacardığımız qədər özümüzə də vaxt ayıraq, bir-birimizlə vaxt keçirdik. Uşaqlarımıza da xoşbəxt ana ilə ata daha da vacibdir, nəinki qırğına qiyamətlə harasa getmək. Və özüm də qınayanda özümə təsəlli verirəm ki, bunlar da böyüyəcəklər və öz əri, arvadı ilə gedəcəklər gəzməyə. Yine də burada maşın batıb. Çıxardılar. Qızlar, həqiqətən də hara gediriksə, həmişə qarşımıza batmış bir maşın çıxır. Mehdi də həmişə onları darda qoymuyor və kömək edir, çıxardır. Qızlar, bir sual da verim sizə uşaqlarla bağlı. Siz uşaqsız harasa gedəndə özünüzü mənim kimi qınayırsınız ya yox? Zəhmət olmasa rəylərdə də bunu bildirin. Mənə həqiqətən də çox önəmlidir. Restorandan çıxandan sonra dedik gedək biraz gəzişək Quba dağlarında. Amma Quba dağlarını bilmirəm. Qubanın məktəb stadionuna getdik və əlbəttə ki, bütün eksklüziv ideyalar məndən gəlir. Yol gedəndə həmən o məktəbin stadionunu gördük. Həqiqətən də çox gözəl bir yerdir. Yaşıllıq, çəmənlik, uşaqların səsi, futbol oynayırlar. Necə də
gözəl bir mənzərədə həqiqətən də. Mehdiyə də göstərdim. Deyirəm, bəlkə gedək orada futbol oynayaq. Gözəl bir əyləncəli gün keçər. O da fikirləşdi. Mənim fikrimi çox da bəyəndi. Dedi gedək. İcazəmizi aldıq. Sağ olsunlar, icazəni də verdilər. Gəldik oynamağa. Düzdür, əlbəttə ki biz qızlar oynamadıq, oğlanlar oynadı. Amma bu mənzərəni izləmək çox zövq verdi bizə. Əsas da Leonun qaçmağı. Stadiona girən kimi yazıq inəkdən əl çəkmədi. Axırda inək bezdi, gəldi üstünə. Leo da nətər qorxub qaçdı. Kameranı da gedib gətirdim. Hacan. Peki. Necə gözəl görsənir. Bir əlimdə kamera, o birisi əlimdə. Mənim də kölgəmə bax. Leoş oynayır futbol. Leoş necə xoşbəxtdir. İnan ki bizdən də xoşbəxtdir Leo. Leo. Ştativi götürüm. Sumkamda da. Sumkamı. Aferin. Bunun videosunu çekmek istedim. İmkan vermir mənə. Qaçır. Qaçır bu oğlan. Qaçır. Ay səndə məndə də var Ama dıqqılsın minyosu. Ben çağır Leonu. Yoşka. Loşka. Ayya. Kamerayla elin. Yetti çocuk. Oçi. Gelin buraya gelin. Leo sen böyle ile. Leo. 1, 2, 3. Otur görme. Okudu. Adın ne sen? Leo. Leoş. Leoş. Leoş mən çox istədi. Bayaq da mən yol ifan deyirəm ki, bura gəlim. Gör nə gözəl mənzərəsi var buranın. Hara çıxırsan? Qorxmursan, yıxılarsan. Dur oradan. Bura bizim bağımızdır. Qəşəng bağımız. Çox gözəldir. Çayın adı nədir? Sel çayıdır bura. Düşmək onu o bir dəftər. Запах женщины моей, запах женщины моей. Я хочу остаться с ней.
thought we were happy. Məndən soruşsaz ki, hansı vaxtı sevirsəm, əminliklə deyərəm gün batmanı. O qədər gözəl mənzərədir ki, yəni vurğunuyam. Çox gözəl kadrlar alınır, şəkil çəkəndə, video çəkəndə o qədər gözəldir ki, insan baxdıqca doymur. Və günümüz də belə sonlanır. Куба Россия Федерации. Orada nə seçim? Mehdi kebab yeyəcək. Mən birinci köblənə ət istəyirəm. Başqa da bilmirəm nə istəyirəm. Qutab olsaydı qutabını istəyərdim. Amma çox gözəl restoranlar bura. Gəldik Qubada yerləşən sərin restoranına. Qəşəng çörəyimizi yedik, doyduq, gözəl söhbətlər etdik. Bu restoranı da çox bəyəndik, çox səliqəli idi, gözəl idi. Hava da sərin idi, lap qutabın yeri gəldi. Öz qorxuma risk edib ət qutabını zakaz verdik. Niyə deyirəm riskə? Çünki keçən il Qəbələdə olanda yolun qırağında olan bir restorana oturduq. Restoranın da vidi çox gözəl idi, səliqəli idi. Bu qutabı da yeyəndə də nəsə qəribəlik hiss etdik, amma sonradan da tutduq ki, nəymiş bu? Bilmirəm, kiminsə yeyilməyən lüləsi imiş, ya ortalıqda qalan lülə imiş. Nəysə, lüləni ət çəkən maşından çəkiblər, xəmirin arasına qoyub bizə də deyiblər ki, bu da qutabda yeyin. İnanın ki, dadı elə bir lavaşın arasına lüləni qoymusan, yeyirsən. Yəni qutab hara, lülə hara. Elə yemədik, qoyduq, gəldik. Öz aləmlərində də fikirləşirlər ki, nə biznes qurmuşam. Sizin qabağınıza belə bir şey çıxmayıb. Rəylərdə yazan həqiqətən də maraqlıdır. Və sizə də belə gözəl istirahətlər arzu edirəm. Vloquma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Və sizə zəhmət deyilsə, əgər vloqlarımı sevə-sevə baxırsınızsa, takib atasınız, like və kommentdə yazsanız çox sevinərəm. Bugünlük isə bu qədər əzizlərim. İnşallah gələn vloqlarda görüşənədək.